və xeyli dərəcədə səmimi mətn. Yəni oxucunun düşüncəsinin lazımi nöqtələrinə toxuna bilən və onu hərəkətə keçirə bilən bir mətn var burada və yeri gəlmişkən bu da müasir müəlliflər üçün örnək təşkil edə bilər ki, səmimi mətn və oxucuya toxuna bilən mətn, hətta texniki dildən bir qədər kənar mətn nə dərəcədə effektivdir. Və əsərin adı özü çox maraqlı bir metafordur əslində, qanunların ruhu. Bundan aydın olur ki, burada sadəcə olaraq qanunların təsviri və onların təfsirindən söhbət getmir. Burada onların formalaşması, onların icra edilməsi, realizəsi və onların qəbul edilmə prosesinin əsas